Rusiyada xarici vətəndaşların ciblərinə daha dərindən girmək üçün yeni mexanizm hazırlanır. Musavat.com məlumat verir ki, bugün Rusiya Hökumət Komissiyasında miqrantlara əlavə rüsumların tətbiqi ilə bağlı qanun layihəsi müzakirə ediləcək. Yeni təklifə görə artıq miqrasiya sənədlərinin dublikatının verilməsi xaricilərə pulsuz başa gəlməyəcək. Bunun üçün 2000 rubl təxminən 43 manat ödəmək tələb olunacaq. Halbuki indiyədək bu xidmət tamamilə pulsuz idi. Daha sərt zərbə isə əmək bazarında çalışan miqrantlara dəyəcək. Belə ki, Rusiyada işləmə icazəsinin müddətini uzatmaq və ya patent almaq istəyənlər üçün rüsum 2000 rubl təxminən 91 manat təşkil edəcək. Eyni vaxtda avtomobil sahiblərinə də əlavə yük düşəcək. Sürücülük vəsiqələrinin rüsumlarının 2 dəfə PCS sənədlərinin isə 1,5 dəfə artırılması nəzərdə tutulur. Əgər qanun layihəsi qəbul edilərsə, bu dəyişikliklər 1 sentyabrdan qüvvəyə minəcək. Beləliklə, Rusiya iqtisadi problemlərini miqrantların hesabına həll etməyə daha açıq şəkildə yönəlir. Onların sosial və hüquqi yükünü kəskin artırır. Ekaterinburqda azərbaycanlılara qarşı edilən vəhşilikdən onların ailə üzvlərinin gözü qarşısında döyülməsindən, qətlə yetirilməsindən sonra bir daha əmin olursan ki, Rusiya kimi dövlətin bütün sivil dünyada izqva halına salınması, Rusiya vətəndaşlarına məhdudiyyətlər qoyulması, aşağılanması, rus dilinə mənfi münasibət göstərilməsi, ağır sanksiyaların tətbiq olunması, Rusiya aktivlərinin müsadirə edilməsi və s. olduqca düzgün hərəkətlərdir. Belə irticaçı, işğalçı, şovinist, başı pozuq dövlətə və mənəviyyatını, insanlığını itirmiş cəmiyyətə qarşı nə edirlərsə haqq edirlər. Artıq Rusiya İstintaq Komitəsi və Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovanın açıqlamaları göstərir ki, bu işdə örtbadır olunacaq və heç bir adekvat tədbir görülməyəcək. Çünki bu, təkcə Rusiyada artıq uzun illərdir davam edən və Ukraynadakı müharibədən sonra daha da şiddətlənən qeyri-ruslara qarşı nifrət, düşmənçilik siyasətinin, şovinizmin ortaya çıxardığı reallığın, hüquq mühafizə orqanlarındakı özbaşınalıq və başıpozuqluğun növbəti nümunəsi yox, düşünülmüş təxribat Azərbaycana qarşı düşmən addımdır. 25 ildən sonra rüşvət alıb bağladıqları cinayət işinin yenidən qaldırılması, polisdən gizlənməyən adamların evlərinə basqın edilib öldürülməsi əlbəttə ki, təsadüfi hadisə deyil. Sifariş edilmiş cinayət və hətta Azərbaycana, azərbaycanlılara qarşı təzyiq forması. Ümumi müxtəlif səbəblərdən Azərbaycandan yanıqlı olduğu heç kimə sir deyil və təəssüf ki, bu cür təxribatların ardının gələcəyini qətiyyən istisna etmək olmaz. Bugün sosial şəbəkələrdə Ekaterinburqda baş verən bu açıq repressiya aktına haqq qazandıran, hücuma məruz qalmış, ailəni günahlandıran Azərbaycan vətəndaşları, rus başları var. Yaxud bunun Azərbaycanla Rusiyanın arasını vurmağa çalışan hansısa Kreml qüllələrindən biri tərəfindən törədilən təxribat olduğunu iddia edənlər var.